Xüsusi sponsor Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Təşkilatı dəstək Sabirabad Muğan Klinikası. Bakı paytaxtdan bütün dünyaya salamlar. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bəli, bu həftədə öz vaxtımızda dəyişimiz kanalında MTV Azərbaycan efirində Nə var nə yox proqramına baxırsınız. Mən Emin Birenin təqdimatında. Dəyərli dostlarımız, kanalı dəyişməyin. Bu həftə görüşümüz çox maraqlı olacaq. Çünki görüşümüz hal oldu Küləklər şəhəri Bakıya. Bakızi şəhər mehriban diyar, sinəndə boyatıp oldum bəxtiyar. Səndə ilk eşkimin yadigarı var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizim sən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizim sən. Gözəl Bakı. Təbii ki, həmişə efirdə müğənniləri oxuyarkən görürük, amma kadr arasında nələr baş verir. Yenə şou əhli yığılıbsa dedikodu çoxdur. Nədən müzakirə, nədən söhbət gedir, nədən başlayıb, nədən bitirir? Yəni yenə söhbət tema. Şou əhli yığılanda yenə Nətərsən Emin? çox sağ ol, sən necəsən? Çox sağ ol, var olasan. Mən Sazın sözü heç vaxt bitmirdi. Yəni hər zaman Bilirsiniz nələr danışırdı bayaq. Mən ilk öncə sən başda olmaqla bütün sənətçi dostlarımı salamlayıram. Bu günlərim şad oldunuz da orada mənim üçün. Mən uzun bir can sağlığı arzulayıram. sən mənim illərin dostusan, hansı kanalda, hansı efirdə var? İl yarımda verilişində olmuram, indi gəlmişəm. Çox sağ ol ki, dəvətiniz üçün. Sən mənim dostumsan, ürəyimsən. Səninlə biz uzaq, yaxın. Bilirəm, çox səfərlərimiz olur. Hər şey yaxşıdır mı? Hər şey yaxşıdır. Görürəm, izləyirəm səni. İndi çıxır da yenə də çıxır. Amma istəyirəm öz mahnılarım çıxsın da. Öz mahnılarım var, 10 dənə mahnılarım var, qəşəng mahnılardır. Ordu sən dedin, yəni biz efirlərdə toyda olmuşsan, yəni sənin həmişə istəyənimizi nəzərə aldıq. Gördüm elə. Oradan xanım da baxırdı, özünü öldürür orada. Dedim, bu efirdə sonra görüşək. Təbii ki. Allah sağ olsun. Mübarək, mən bir söz deyim sənə. Sənin elə bir dəstək xətin var ki, düz yəni hər bir gənc müasir aşıqlar deyək də, yəni sən dədə-baba aşıqlar yox. Yəni çünki hər aşığın öz geyimi ilə, öz libasına tanım. Sən bugün öz sazınla tanırsan. Sazın özünə məxsusdur, dəstək xətin özünə məxsusdur, amma sənin ifadan da oradan yəni efir səviyyəsində, dünya səviyyəsində qəbul olunub. Yəni bu xalqın sevgisi səni hər zaman səni yaşadır da, yəni bu danılmaz. Mən elə bütün efirlərdə deyirəm də, deyirəm ki, Allah Teala əlimdən hər şey malsı da. Amma bu xalqın sevgisini əlimdən almasın. Çünki mən həmişə efirlərdə dediyim sözdür. Bizi eləyən bizim xalqımızdır, millətimizdir. Amma bugün gənclərimiz var da, gənclərimizdə dəstək olmamız. Gənclərdə mən keçim, mən çox vaxt gedib, qocalmışam. Ürəyiniz zamanında. 40-a yaxın yaşım var deyir gənc. Can. Yox. İşte məndən gənc olmaz axı. Biz gənclərə dəstək olaq. Mən daha qocalmışam, 40-a yaxın yaşım var. Yavaş-yavaş yaşım. Valla mübarək 1000 dənə zamanı deyər. Həqiqi. 65 var da. Ürəyiniz zamanı. Həlü xanım, yadınıza gəlib bir zamanlar, özür istəyirəm Ofir xanım, bir söz deyəcəm mən sənə. Bu sənin xasiyyətindir, bilirəm. Yarımçıq qoymaq sənin xasiyyətindir. Yox, necə dayadılmaz, nə deyəcəm mən bilirəm. Heç sağ ol, var ol, qardaş, nə deyə bilərəm. Bu deyəsən ki, qoca deyəsən axı, cavansan axı, nə olub sənə? Ada elə demədim, gənc dedin. Dedim, mən gənc deyiləm axı. Tək ki, gənc olaydım, o illərə geri qaydaydım. Amma indi baxma, 35 oldusa, qatar getdi deməkdir. Başa düşdüm. Məncə 60-dan sonradır. Yığdım bu dünyanın malını, dövlətin, əlini aşırdım, yüzənə qaldı. Ayaq gətir, əli gətirdi, dişədi. Baxmaqdan samay gözələ qaldı. Sağ ol, sağ ol, gözəl olardı. Çox sevinirəm, bugün dostlarımla bir yerdəyim burada. İllərimin dostlarıdırlar. Tərgül xanım, Mübariz qaqam. Ona həmişə ərik eləyərək Mübariz qaqa deyirəm. Heç vaxt adını çəkmirəm. Özü bilir. Heç vaxt üzrsə Mübariz deməmişəm. Mübariz qaqam. Sağ ol. Hörmət qazandım. Bəli, çünki onun ailəsinə də böyük sonsuz hörmətim var, şəxsiyyətinə də.
Təbrizi buz kimidir dörd yolunun kəhrizi Göy gölünün havasını unudarlar Ömür boyu yaxın duymaz pəhrizi Göy gölünün havasını unudarlar Ömür boyu yaxın duymaz pəhrizi Gəncəm, ay gəncəm, gəncəm, ay gəncəm Gəncəm, ay gəncəm, gəncəm, ay gəncəm Bəli, dostlar, biz hal-hazırda Gəncə şəhərindəyik. Şəhərin mərkəzində Cavad xan adlanan bir yerdəyik. Gözəl bir evdə, gözəl bir insanın evində qonağıq. Bu insanın titulları çoxdur. Həm gözəl bəstəkardır, həm gözəl müəllimədir, həm gözəl anadır. Yalacıqlar çoxdur. Yəni saysaq, yəni bir neçə artıq titullar var ki, o titulların sizə canlı olan əfsanəni sənətkar sizə təqdim edirəm və hal-hazırda gözəl bir realda öz bəstələdiyi mahnını bizə təqdim edir. Və bu mahnının sədrləri altında biz Dilbər müəlliməni sevərək bir salamlayaq. Xoş gördük sizi. Necəsiniz müəllimə? Nəhayət ki, biz illər sonra görüşdük Gəncədə, gözəl bir müəllimənin evində qonağıq və gözəl də bir süfrədə artıq bizim üçün hazırlayıb. Əlləriniz dərd görməsin. Hər şey yaxşıdırmı? Hər şey yaxşıdır. Musiqi ilə yaşayır bu insan, musiqi ilə yatırdı, musiqi ilə durur. Musiqi mənim həyatımdır. Bəli. Musiqi olmasa, bəlkə də mən yaşaya bilmərəm. O mənim hərəkətimdir. Musiqi insanın ruhu qidasıdır. Ruhumdur. Bəli. Sizi elə yaşadan cavan, gözəl saxlayan elə musiqidir. Öz bəstələdiyiniz. Yəni bu insanın bax dedim axı, həm gözəl müəllimə, həm gözəl bəstəkar. Neçə dil müəlliməsi? Rus dili, ingilis dili, bəli. musiqi. Yəni bu insanın gözəl bir titulları var. Xalqın hərbiçi, bəli, olmuşam. yeni bir gözəl bir artıq vəzifə sahibidir. Bu da onu göstərir ki, xalqına, dövlətinə hər zaman xidmət göstərir. Gözəl bir mərd xanımdır. Vətəninə hər zaman can yandıran, doğmalıq göstərən və sözün əsl mənasında bir çox bəstələdiyi musiqinin sahibidir. Yəni artıq məşhur mahnılar var ki, o məşhur mahnıların məsələ səbəbkarı Dilbər müəllimədir. Bir əyləşək də bir. Özü mən bilmək istəyirəm, evimizdə bir digər qonaqlar da var. Bəli. Bəli, çox sağ olun. Biz də sizi çox istəyirik. Mən bilən sizin evinizdə qonaqlar da var. O qonaqları da çağıraq bu süfrədə. Amma əyləşsin. Gəlsin. Niyə də olmasın, xoş olar. Hal-hazırda bizimlə bir yerdə əyləşən gözəl insanlar var ki, hər zaman vətəninə, xalqına xidmət göstərən gözəl Gəncəmizin nümunəvi insanlardır. Hal-hazırda ekranda gördüyünüz Gəncə şəhəri Qarabağ Qazilər Birliyinin sədri Eyvaz Hüseynovdur. Hər zaman vətəni üçün, xalqı üçün çalışır gecə-gündüz və gənclərimizə gözəl bir düzgün yol göstərir. Eyni zamanda hər zaman bir olaq, güclü olaq deyib, ordumuza istiqamət verən gözəl vətənpərvər bizim Eyvaz müəllim. Bir salamlayaq, xoş gördük. Hər birinizi salamlayıram, axşamınız xeyir olsun. Dilbər xanım, sizi də təbrik edirəm. Həmişə belə ətrafınız, həmişə çoxlu tələbələriniz var. Hər yerdə hər bir kəs sizi tanıyır. Musiqi də o bir insandır, yəni musiqili bir insandır, gözəl bəstəkardır. Dilbər xanım, bizim cəmiyyətdə bir neçə dənə qadın var. Elə bir, bunlar mənim cəmiyyətimin baş tacıdırlar. Bunlar mənim həm anadılar, həm bacıdırlar. Ümumiyyətcə, Gəncə şəhərində bütün respublikada nə qədər qazilər var, veteranlar var, mən bunların hamısını çox istəyirəm. Digər qardaşı tanıyaq, adınız? Türk Vətən müharibəsinin qazisi, veteranı Nağıyev Təbriz Aydinoğlu. Maşallah, digər qardaşı tanıyaq. 2-ci Qarabağ müharibəsi qazisi Namazov Rəşayev. Allah sizi var eləsin, Allah sağ siz böyük bir sağlamlıq, şəfa versin. Biz sizinlə fəxr edirik, doğrudan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Birinci və ikinci Vətən müharibəsində iştirak edib canından keçən şəhidlərimiz hər zaman unudulmur. Hər zaman onlar bizim dilimizdə əzbək, ürəyimizdə olan sevgimiz onlara sonsuzdur. Amma digər qonağımız da var, yəni onu da qarşılayaq. Eyvaz bəy, qısa olaraq bir şey deyim ki, yəni bugün Gəncə şəhəri Azərbaycanın ikinci böyük bir şəhərdir və tədbirlərdə hər zaman fəal iştirak edir, istər dövlət, istər digər hərbi. Bugün siz bir sədr olaraq Eyvaz bəy hansı işindən zövq alır və hansı komandasına daha çox xidmətlər göstərir? Qısa olaraq. Qonağımız gəlir. Bu Natiq bəy, xoş gəlibsiniz, amma istəyirəm qoy Eyvaz mənim üzrüsünəm. Səsləri, sədaları Bakıya qədər gəlib çatandır. Bakıya hava gəlsin indi. İndi gəldim.
Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən də xoş gəlmişəm. Xoş gəlmisiniz, xoş gəlmisiniz. Eyvaz, mən sağ ol, xanım. Gəncə Şərq Qarabağ Qazilər Birliyi olaraq biz həmişə çalışırıq ki, döyüş qutardı. İndən sonra bir daha döyüş heç vaxt olmasın. Bizim bu şəhərdə, respublikada balalarımız yekələnir. Ona görə də mən elə həmişə deyirəm ki, biz hər birimiz Müzəffər Ali Başkomandanın yanında olaq. Bizim uşaqlarda biz cavan nəsillər gəlir də, yavaş-yavaş balaca uşaqlar yekələnir. Onlarda döyüş indən sonra olmasın, müharibə onlar görməsinlər. İndən sonra o uşaqlarda vətənpərvərlik ruhu yüksəldik biz. Ondan sonra tez-tez tədbirlər keçirdik. 6 aydır ki, bu cəmiyyətdəyəm. Bütün tədbirlərdə iştirak edirəm. Çox gözəl insanlar var orada. Böyük bir həyat təcrübə keçən adamlardır. Polkovnik, mayor, sıravi, hamısı kişi kimi. Vətənpərvər mərd oğullar var. Çox mərd oğlanlar. Bizim cəmiyyətə hər bir kəs devlətini sevir. Belə də olmalıdır. Alqışa layiq. Hər zaman sizə uğurlar arzu edirik. Onları da mən niyə çox istəyirəm? Mən bax bütün uşaqları, bizim cəmiyyətdə nə qədər uşaqlar var, onları niyə çox istəyirəm? Gecə 2-də, 3-də, 4-də, Susqanın 24 saatı zəng eləsələr, mən onların arxasınca hara desin gedirəm. Niyə? Çünki onlar kişi kimi döyüşüblər, vuruşublar, yaralanıblar. Bu günlərdə xalqını sevirlər, ailəsini sevirlər. Yəni diqqətiniz, dəstəyiniz hər zaman devlətini sevirlər. Ona görə də mən onları çox istəyirəm. Prezidentini sevirlər, ona görə. Əlbəttə. Əsas birinci insan öz dövlətini sevməlidir, xalqını sevməlidir. Natiq bəy, siz yəni tez-tez yazırınız, yəni iş fəaliyyətiniz davam edir. Əsərlərimi çox sözlərini bu gözəl insan yazıb, çox istedadlı aparıcıdır, şovmendir, aktyordur. Gəncəyə gələn zaman hər zaman Dilbər müəllimənin yanına gəlirəm. Bu gün də çox gözəl insanlarla qarşılaşdım. Eyvaz bəy çox gözəl vurğulayır və müəllimə də deyir ki, çox gözəl ürəkli insanlar. Ürəkli desək də, Eyvaz mənim gözəl də vurğulayır, bizim Müzəffər Ali Başkomandamıza borçluyuq, amma mən bir dənə də onu əlavə eləmək istəyərdim ki, biz sıravi vətəndaşlar da bax bu kişilərə borçluyuq. Çünki onların o qalxa bir insan bəndəsinin qalxa bilməyəcəyi o sıldırım qayalardan qalxaraq 30 il biz onu gözləyirik, amma bu kişilər 44 gün ərzində bizim gözümüzü artıq o 30 illik həsrətimizi yığışdırdılar. İndi biz ora ürəkdən gedə bilirik. Özünüz də bilirsiniz ki, orada çox gözəl konsert proqramlarında oluruq. Bizim mahnı festivallarımız orada. Əlbəttə ki, böyük təşəkkürlər bizim Ali Baş komandamıza. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən, biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al, bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək, ən dadlı alma yeyək. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Respublikada ilk özəl tibbi diaqnostika mərkəzi Muğan Klinika. Muğan Klinika rayonlar arası tibbi xidmətlərin beynəlxalq standartlara yetişdirilmək üçün xidmətə başlanmışdır. İllərdir sizin güvən və inamınızı qazanaraq güclənir və yenilənir. Tələblərinizi qarşılayaraq inkişaf edir və bu inkişafın kökündə tibbi komandanın zəhməti durur. Artıq ixtiyarınızda daha geniş, müasir və modern klinika var. Muğan Klinika brendi Muğan zonasında səhiyyə xidmətlərinə görə ən böyük bazaya malik tibbi mərkəzdir. İndi sizlərə icbari tibbi sığorta ilə müasir avadanlıq və beynəlxalq təcrübə keçmiş yerli və qonşu ölkələrdən dəvət olunmuş həkimlərlə xidmət göstərməkdən qürur duyuruq.
Merhaba, hoş geldiniz. Geçmiş olsun. Nedir şikayetiniz? Muğan Klinika her zaman xidmətinizdəyik. Bu anda sözü verirəm Agün Aydına. Agün Aydın mənim illərin sənətkar olaraq dostumdur, sevilən bir müğənnidir. Amma ən əsası dostluğa sadiq bir xanımdır. Səni doğrudan çox istəyirəm. Səni hər kəs sevir. Amma bu yaxınlarda maşallah bir partlayış, bir ad günü və solo konsert verdin. Çox səs-küyə bir səbəb oldu. Efir məkanlarda gördük, mağazin verişlərdə gördük. İlk növbədə gecə də olsa təbrik edirəm. Mən uzaq ölkədəydim. Amma buna baxma mənim təbrikim sənə gəldi WhatsApp vasitəsilə. Hər şey yaxşı idi mi? Yaxşı idi, çox sağ ol. Əziyyət çox çəkdim, vaxt getdi. Çox. Biraz əziyyətli, məsuliyyətli bir işdir. Bilirsən 2 il ara verdim. 2 il fasilədən sonra təzədən sənətə qayıtmaq və həminki sənətçiləri bir təzədən yerindən tərpədib dəvət etmək, bir araya toplamaq. Bu zaman bilinir sənin həqiqətən dostun, istəyənin kimdir, ya deyil. Maşallah sənətkarlar vardı, tanınmış var idi, bəli, çox sağ olsun, minnətdarım hər birinə. Başda Yusif Mustafayev, Niyaməddin Musayev, onlar daha öncə gəlmişdilər. Cavanlardan. Sən olan sevgidir, sənətin olan əlbəttə ki, var olsunlar. Mən konsert, solo konsert də verdin sən? Bəli, Oyuncaq adında solo konsert verdim. Yenə deyirəm, gələnlər də sağ olsun, gəlməyənlər də, amma maraqlı keçdi. Mənim istəyən, ən əsası mən istəyənlər oradaydı, mənim yanımdaydılar. Üzürəm arxanda kölgələr kimi, sən də davranırsan özgələr kimi, mən də səni itirmişəm neyniyim, oyuncağın itirən körpələr kimi, oyuncağın itirən körpələr kimi. Yarandı qəlbimdə arzu neyniyim, itirmək tək oldu qorxu neyniyim, keçən keçdi olan oldu neyniyim, sağalmıram ağır xəstələr kimi, keçən keçdi olan oldu neyniyim, sağalmıram ağır xəstələr kimi. Sürünürəm arxanca kölgələr kimi, sən də davranırsan özgələr kimi, mən də səni itirmişəm neyniyim, oyuncağın itirən körpələr kimi, sürünürəm arxanca kölgələr kimi, sən də davranırsan özgələr kimi, mən də səni itirmişəm neyniyim, oyuncağın itirən körpələr kimi, oyuncağın itirən körpələr kimi. Yazan yazıb bəxtimizi səninlə, qoyaq bu dünyada izi səninlə, gəl yaşadaq sevgimizi səninlə, ən unudulmaz hekayələr kimi, gəl yaşadaq sevgimizi səninlə, ən unudulmaz hekayələr kimi. Sürünürəm arxanca kölgələr kimi, sən də davranırsan özgələr kimi, mən də səni itirmişəm neyniyim, oyuncağın itirən körpələr kimi, sürünürəm arxanca kölgələr kimi, sən də davranırsan özgələr kimi, mən də səni itirmişəm neyniyim, oyuncağın itirən körpələr kimi, oyuncağın itirən körpələr kimi.
bizim nə var yox TV komandamız Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzirik. Həm sizin üçün, həm özümüz üçün. Biz gəzirik, eyni zamanda çəkiş edir, sizə təqdim edirik. Daha da hər həftə maraqlı olsun. Hal-hazırda üst tutduğum, səfər etdiyim gözəl bir diyar, gözəl bir şəhər, Şəmkir şəhəri. Gəlişim budur ki, Şəmkirdə deyirlər gözəl bir Kür çayı var, orada balıq tuturlar. Və insanların çox marağı var. Həm insanın doğrudan da beyninə, zeyninə, canına çox böyük bir yaxşı mənada təsir edir. İnsan dincəlir, beyin sakitləşir. Biz çox yorğun ağın işlərdə oluruq, gecə-gündüz dayanmadan çalışırıq komandamız olaraq. Ana bir bu meşəyə, dağa, çaya, kürə gələsən, beyin dincəlsin. Bu quşların səsi nə edirsən deyər. Və hal-hazırda bax gözəl iki dənə Şəmkirli balaları, gözəl qoçaq oğlanları görürsünüz. Necə biz tanış olduq? Yorulmayasınız. Bir balıq var mı deyə görüm Tural. Allahın köməyi olacaq. Olacaq. Necəsən nə var ya? Tural bu yaxınlarda Şəmkirdə böyük bir dövlət tədbirində orada aparıcı idim. Mənim tanıdığım yaxınlaşdıq, bir şəkil çəkdik, dostlaşdıq və mən ona söz verdim ki, daha doğrusu mən ondan bir xahiş edim ki, deyirlər burada Şəmkirdə Kür çayı qəşəng balığı dadlı olur. Dedi bəs mən özüm o işi bacarıram. Ara sıra Kürə gedirəm, balıq tuturam özüm üçün. İstirahət edərək. Dedim, bəs mən Gəncə tərəfə gəlsəm, mənə vaxt ayırsam, nə zaman istəsəm, bu nömrəm, bu telefonum. Elə oldu ki, biz görüşdük, danışdıq və artıq gəldik. O istək, o niyyət baş tutdu. Düzdür? Hər şey yaxşıdır mı Tural? Yaxşıdır, şükür. Bir salamlaşaq. Necə deyir? Salam əleyk. Var mı bir balıq, yoxsa yox? Birazdan... Neçə vaxt məşğulsan bu balıq? Neçə Tural? Hardasa, nə var mı, ola bir 10 il, 15 il. 10 ildir. Balaca balıq olur, yeşil balıq olur, nə olur? Baxırdı balığa, hər razmerdə balıq olur. Kür balıqları dadlı olur. Şamayka, sudak, karp, sazan. Elə bura gəlib quşların səsini eşitsən, bu Kür çayının bölündə dursan, o nə edirsən dəyər. Düz isti olmalı baxmıyor, amma yenə də biz bu gözəlliyi, bu mənzərəni elə həm özümüz görüb, eyni zamanda çəkiş komandamız da çəkib sizə təqdim edir. İndi biz nə qədər, məsələn, bir balıq tutmaq vaxt nə qədər aparır? Müddət. Baxır balığın oynamağına. Elə olur 5 dəqiqə bir 10 dənə, 15 dənə çıxır. Elə olur məsələn 10 dəqiqə 2 dənə, 1 dənə çıxır. Balığın oynamağına bax. Hələ ki yoxdur. İnşallah indi birazdan olar. Biz Gəncədən çıxdıq, gəldik Şəmkirə və əlaqə yaratdıq və marketdə biz girdik. Market təmirində gözəl çörək aldıq, su aldıq, duz aldıq, müəyyən pomidor aldıq. Yəni balığın bölündə olmalı axı onlar. Balıq eləcə yeyilməz. Amma deyir ət balıq kəllə, balıq yeyilir əllə. Biz də gözləyək. Bizə nə qalır, biz isə gözləməliyik. Hər şeyin vaxtı zamanı var. Bu Turalın birinci balığı. İlk balığıdır. Amma Tural mənə söz verir ki, sənə öldürəcəm, sən də balıqça tut. Bu nə balıqdır Tural? Şamayka. Şamayka. Qaqaş da balıqdandır. Baxın dostlar. İnsan yemək istəmir, qıymır. Amma balığın gözəlliyinə baxın. Hələ də nəfəs alır. Bir 10 dəqiqə vaxt getdi də. Və hələ siftəsidir. Mən də tutacağım, mən neçə balıq tutacağım. Gözləməyə dəyər. 2 saat var ki, gözlədim. Amma balaca balıqdır. Özüm balaca, tam arıq balıq. Elə bu mənim özümə aiddir. Məni doydurur, hələ yaşayır. Nəhayət, şansım var imiş, yox. Dostlar ocağı hazırladılar. Belə deyək də, gözəl bir ocaqda, gözəl də bir tutduğumuz kül balığı. Bəh.
Bax dostlar, çölçülük budur. O çöl adam deyirlər ha. Biz bir günlük, bir saatlik çöl adam olduq dostların sayəsində və balığı tutduq kürdən, qızartdıq. Burada indi necə varsa, burada restoran deyil ki, çəngəl, bıçaq, vilka yox. Burada əlimizdən, elə ən özəlliyi, gözəlliyi olur ki, əlimizdən yedik. Elə dostlar, təbii, hə. İndi neyəyə? Hər kəsə nuş olsun. Bir bismillah eləyəyin dostlar. Dadlıdır. Yani zamanımız boş ele geçmiyor doğrudan da. Hamdan da böyle çizdiler. Dostlar biz komanda olarak birbaşa geldik Şəmkirə. Ham Kürt çayının yanına. Elə deyəlim ki, ən gözəl mənzərəli yerdəyik. Dostlarla bir yerdə. Tural çox sağ ol. Samir sən də çox sağ ol. Sən də çox sağ olun. Doğrudan da vaxtımız maraqlı keçdi. Amma deyirlər özəldir, gözəldir, amma özəlliyi, çətinliyi bambaşqadır. Bunun daha büyük çətinliyi var. O da peşəkar olarsan ki, o çətinliyin belə deyirik də, tam üstündən keçəcəksən. Yəni o çətinlik sənin üçün adi olsun. Siz artıq peşəkarsınız, öyrəşmişsiniz, öyrənmişsiniz, bilirsiniz. Mənim üçün bir balıq çətin oldu. Həm gözləmək vaxt, həm də ki, balıq tutmaq. Əllərinizə sağlıq. Turan şey yaxşı idi. Əla, super. Gəlməyə deyər. Deyər. Gəldim və Samiri tanıdıq. Çox sağ ol Samir. Sağ olun, sağolun. İnşallah növbət dəfə görüşərik. İnşallah. İndən sonra çox görüşəcəyik. İnşallah. Bəli dostlar, biz Şəmkirdə elə Kür çayında sizə bu gözəl maraqlı bir qan təqdim etdik. Proqramı isə öz axarıyla davam edir. Senin özel günündü, toy günündü, düğünündü. Bembeyazdık senin donun, güzelliği vardı onun, güzelliği vardı onun. Bembeyazdık senin donun, güzelliği vardı onun, güzelliği vardı onun. Canımı kurban ederim, sen benim dünyamsan elan ederim. Sevgilimi canımı kurban ederim, sen benim dünyamsan elan ederim. Ömrüme ömür katan, benimle kemal çatan, sen hayat yoldaşım oldun. Bu benim özel günüm, seninle güzel günüm, sen hayat yoldaşım oldun. Ömrüme ömür katan, benimle kemal çatan, sen hayat yoldaşım oldun. Bu benim özel günüm, seninle güzel günüm, sen hayat yoldaşım oldun. Kısmetimizdir, arzumuz niyetimizdir. Gözümle gözüne baktım, ben seni kalbime sıktım, ben seni kalbime sıktım. Gözümle gözüne baktım, ben seni kalbime sıktım, ben seni kalbime sıktım. Sevgilime canımı kurban ederim, sen benim dünyamsan elan ederim. Sevgi
kamal çatan Sen həyat yoldaşım oldun Bu mənim özəl günüm Səninlə gözəl günüm Sən həyat yoldaşım oldun Ömrümə ömür qatan Mənimlə kamal çatan Sən həyat yoldaşım oldun Bu mənim özəl günüm Səninlə gözəl günüm Sən həyat yoldaşım oldun Ömrümə ömür qatan Mənimlə kamal çatan Sən həyat yoldaşım oldun Bu mənim özəl günüm Səninlə gözəl günüm Sən həyat yoldaşım oldun Ömrümə ömür qatan Mənimlə kamal çatan Sən həyat yoldaşım oldun Bu mənim özəl günüm Səninlə gözəl günüm Sən həyat yoldaşım oldun Gəncə şəhərindəyik. Növbəti ailəyə qonaq olmaq istəyirəm. Maraqlı görürsən bizim sponsorumuz olan Qızıl Qusar təbii meyvəçilərimiz burada necə? Dadından dadıblarmı? Bəli, Salmanovlar ailəsində evində qonağıq, gözəl bir ailədə. Rəhman mən sizi tanıyaq ilk olaraq. Sağ olun, mənim xoşçalırsınız. Gəncə sakinsiniz. Biz bu MTV kanalının sizi kim aparırsınız, görəndə televiziyada və şəhər arası çox sevdirik. Minnətdarıq vaxtınız üçün. Bəli. Bu gözəl sularınız, soklarınız, mən qohumların Şanlısaran birindeydik. Şanlısaran restoranların birindeydik. Çox gözəl natural soklardı. Bunlar Qusarda hazırlanır. Ondan sonra biz yalnız bu soklardan içirik. Təbii ki, təbii meyvə şirələrdir, Qızıl Qusar təbii meyvə şirələri və qatqısızdır və bir çox çeşidləri var, pomidor, alma, qarağat və itbunun. Yəni, eyni zamanda duş içimdə artıq istifadə verilir və fəaliyyəti var. Yəni, ümumiyyətlə, tam, belə deyək də, tərkibində heç bir mayə qatılmır və dadından doyma olmur. İnsanın orqanizmi qazsızdır. Tam təbii meyvə şirələrdir. Elə hər kəsə məsləhət görərdik, bütün ailəyə, bütün Gəncə sakinlərinə ki, məsələn, elə evinizdə, süfrənizdə yalnız təbii belə meyvə şirələri olan Qızıl Qusar suları olsun ki, yəni həm ağzınız dada gəlsin, həm də süfrənizin bəzəyi olsun. Heyf ki, Gəncə şəhərində biz deyərdik, bütün marketlərdə olsun. Artıq var, Gəncə şəhərində bir çox... Bu soklardan istəyərdik, bütün marketlərdə olsun. Və artıq bugündən inanıram ki, Gəncə şəhərində bir çox marketlərində, bəli. Dadından dadasınız. Güzel. Bizim proqramımızın sponsorudur. Sən də hiss edirsən ki, dadından çox hiss edir. Dadı damaqda qalır da, belə deyək. Gözəl. Gözəl. Hər kəsə məsləhət görədim və süfrənin bəzəyi bizim sponsorumuz olan Qızıl Qusar təbii meyvəçiləri. Azərbaycanın bir çox bölgələrində və marketlərində artıq satışı var. Qiymətlər çox münasib, dadından doyma olmur. Qatqısız təbii meyvəçiləri.
Təkisən səslə bizi. Səs budur. Harda olsan gələrəm. Təkisən səslə məni. Darda olsan gələrəm. Təkisən səslə məni. Darda olsan gələrəm. Təkisən səslə məni. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Helal olsun. Yaxın olsun ya uzaq, dərə olsun ya da dağ. Məni kim səslayacaq? Tək sən səslə məni.
Bəli dostlar, elə bu həftəlik başı buraxılmış nə var nə yoxu sizə təqdim etdim gözəl nəğməli qonaqlarımıza. Siz isə özünüzdən müğayət olun. Hər həftə görüşmək ümidi ilə. Hələlik, Allah manda. Xüsusi sponsor Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Təşkilatı dəstək Sabirabad Muğan Klinikası. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Respublikada ilk özəl tibbi diaqnostika mərkəzi Muğan Klinika. Muğan Klinika rayonlar arası tibbi xidmətlərin beynəlxalq standartlara yetişdirilmək üçün xidmətə başlanmışdır. İllərdir sizin güvən və inamınızı qazanaraq güclənir və yenilənir. Tələblərinizi qarşılayaraq inkişaf edir və bu inkişafın kökündə tibbi komandanın zəhməti durur. Artıq ixtiyarınızda daha geniş, müasir və modern klinika var. Muğan Klinika brendi Muğan zonasında səhiyyə xidmətlərinə görə ən böyük bazaya malik tibbi mərkəzdir. İndi sizlərə icbari tibbi sığorta ilə müasir avadanlıq və beynəlxalq təcrübə keçmiş yerli və qonşu ölkələrdən dəvət olunmuş həkimlərlə xidmət göstərməkdən qürur duyuruq. Merhaba, hoş geldiniz. Geçmiş olsun. Nedir şikayetiniz? Muğan Klinika hər zaman xidmətinizdəyik.